Əziz izləyicilər, sizləri Türk ellərinin izi verilişindən salamlayırıq. Əcdadımı xəbər alsan, Türk oğluyam, Türkəm oğul. Məni əyməz nə yağlı dil, nə də quru görkəm oğul. Türk oğluyam, Türkəm oğul. Kəclə kəcəm, çiləçiyəm, dünya görmüş bir kəndçiyəm. Nə qatıra yedəkçiyəm, nə yavıya tərkəm oğul. Türk oğluyam, Türkəm oğul. Her sabahda ümmet çıkmışam ey her sınavda. Ümmet çıkmışam ey her sınavda. Polat'tan da Berkan oğlum. Türkçe ey Türkçe, oğul ey Türkçe, oğul ey Türkçe, oğul ey Türkçe oğlum. Niyazlı əl üzmə saxdan, İlham alır hər sabahdan.
Mert çıkmışam her sınaqdan, Polatdan da bərkəm oğul. Türk oğluyam, Türkəm oğul. Türk oğluyam, Türkəm oğul. Kərkük türklərinin tarixi Orta Asiya türklərinin Anadolu və Cənubi Qafqazdan yaxın şərqə doğru miqrasiyasına bağlıdır. Bu köçlər çox qədim zamanlara dayanır. Xəzər, Səlcuqlu və Osmanlı imperiyalarının təsiri altında Kərkük mədəni və siyasi baxımdan inkişaf etmişdir. Səlcuqlu və Osmanlı imperiyaları dövründə Kərkük, İraqın türkçə danışan əhalisinin mərkəzlərindən biri olmuşdu. Osmanlı İmperiyası dövründə Kərkük mərkəzi vilayətlərdən birinə çevrilmişdi. Bu dövr Kərkük türkləri üçün həm iqtisadi, həm də mədəni baxımdan əhəmiyyətli bir zaman kəsiyidir. Osmanlı dövrünün sonunda 19-cu əsrin sonlarına doğru Kərkük türkləri həm regionda, həm də İraqın digər bölgələrindəki türklərin mədəniyyət və dillərini qorumağa başlamışlar. Bu dövrdə Kərkük şəhərindəki türk əhalisi başda kənd təsərrüfatı, sənətkarlıq və ticarət olmaqla sosial həyatın mühüm sahələrində fəallıq göstərmişdir. Kərkük türklərinin dili Azərbaycan türkçəsinə yaxındır. Lakin yerli dialektlər və bəzi ərəb və fars təsirləri də mövcuddur. Kərkük türkçəsi bugünə qədər Kərkük və ətraf ərazilərdə yaşayan insanlar tərəfindən geniş istifadə edilir. Ya əlim al, qaldır məni. Ya vəslinə daldır məni. Çox ağlatdın, güldür məni. Gəl gör mənə, eşq neylədi. Her gün akşam olur, dallam, dallam, dallam. Elimde kemancam, çallam, çallam, çallam. Həsrətimə xəbər verrəm, verrəm, verrəm. Mən səni sevmişəm, Allahım, Allahım, Allahım. Həsrətimə xəbər verrəm, verrəm, verrəm. Mən səni sevmişəm, Allahım, Allahım, Allahım.
çalım, çalım, çalım. Babam vermem dese Ölüm, ölüm, ölüm. kapınızı yarım, çalım, çalım, çalım. Vermeseler başım, ağlam, ağlam, ağlam. Gurbetlere gidip kalam, kalam, kalam. Hasretime haber verem, verem, verem. Ben seni sevmişem, Allah'ım, Allah'ım, Allah'ım. Kəkir türkləri Azərbaycanlılardır. Onlar bizim soydaşlarımızdır. 1258-ci ildə 500 illik Abbasilər xilafətinə son qoyuldu. Bağdad, Mosul, Kərkük oldu Azərbaycanın əyaləti. Həm Elxanlılar dövründə, həm Cəlalilər dövründə, həm Qaraqoyunlar, Ağqoyunlar dövründə, Səfəvilər dövründə. Lakin 1538-ci ildə Kərkük, Mosul o Çaldıran döyüşündən sonra və Bağdad keçdi Osmanlı türklərin təbəliyinə. Lakin Şah Abbasın vaxtında və Nadir Şahın vaxtında gəh onların təbəliyində oldu, gəh bizim təbəliyimiz oldu. 1747-ci ildə Nadir Şah qətlə yetiriləndən sonra isə Bağdad, Mosul, Kərkük bir dəfəlik xan itirib başa qazandı. Yəni o yerlər keçdi Osmanlı türklərinin əlində. Ancaq onlar artıq ayrı düşdülər bizdən. Ayrı düşəndə onlar öz dərdlərini, acılarını, qəm-qüssə kədərlərini, həsrətlərini bayatlarda ishar etməyə başladılar. Və belə bayatlar yazdılar. Əsrim Qarabağlıdır, sinəm çarpaz dağlıdır, kəsilib gəlib gedən yoxsa yollar bağlıdır. Bağdad yolu Gəncədir, gülü pəncə-pəncədir. Demə sizdən İraq məhəbbət ölüncədir. Hər aylar, hər həftələr, hər aylar, qur qardaşım Bağdaddan Gəncə deyib hər aylar. Eyşim qərib, eyşim yoldaşım qərib, bilmirəm haralıyam, torpağım daşım qərib. Bax onlar izhar eləməyə başladılar öz ayrılıq acısını. Ondan sonra o kədərlərini, planını onlar Osmanlıların təbəliyində olsa da ancaq heç vaxt dillərini unutmalıdır. Bu nə oldu? Kərküklü bir Səid İrmaq var. Onun bir gözəl kəlamı var. Deyir, vətən torpağı kişilib genişlənə bilər. Əldən çıxa bilər. Hətta dini dəyişdirilə bilər. Xalqın dini dəyişdirə bilər. Ancaq qalan tək bir varlıq var. O ana dilidir. O heç vaxt dəyişmir. Yəqin buna görə də onların bu bayatçı yaranıb. Dilim dilim, kəs qovun dilim dilim. Mən dilimdən vaz keçməm, olursam dilim dilim. Bax bunların bu bayatları o vaxt yaranmağa başladı. Mən deyim ki, bizim soydaşlarımızın folklorun zirvəsi elə bayatlardır. Onlar hər an, hər münasibətdə onlar özləri bədayətən bayatı deyirlər. İndinin özündə. İstəyirsən böyük vəzifə sahibi olsun, nazir olsun. İstəyirsən kiçik bir adam olsun, hamısı görürsən bayatı deyirlər.
Yəqin o həsrət o vaxtdan qalmadı. Onların bir yaxşı şairi, həddən artıq gözəl tədqiqatlar aparan, İraq, Türkmen, Azərbaycan ədəbi əlaqələrində böyük rol oynayan Bəndəroğlu var idi. Bəndəroğlu 30 dəfədən artıq Azərbaycana gəlmişdi. Ancaq dünyasını dəyişməzdən əvvəl 2008-ci ildə fevralda dünyasını dəyişdi. O yazdı. Yaşar könlüm, çırpınar yaşar könlüm. Bağdat'ta biraz çeker, Bakıda yaşar könlüm. Bak onların hamısında da bu var. Ben diyeyim ki size, biz de Türkmen adlanmışıq. Karakoyunlar, Akkoyunlar, Səfəvilər devrində Nadir Şah'a kadar biz de Türkmen adlanmışıq. Ancak sonra bizde dəyişikliklər oldu. Muhtelif cür bizi adlandırmaya başladılar. Ancak onlar kimliğini saxlayabildiler. Ancak ben diyeyim ki size bütün faktlar, bütün her taraflı neden desen danışsan göreceksin dilimiz birdir. Ortak milli manevi değerlere sahibik. Bəli, mensubiyetimiz birdir. Kimliğimiz birdir. Ve tesadüf değil ki Ulu Önderimiz Heydər Əliyev dostu Irak Türkmenlerden en büyük alimi, 20. əsrdən büyük şəxsiyyəti İslam Doğramasının xahişiyle onların Qardaşlıq dergisine müsavi verdi Ulu Önderimiz. Ve dedi, ama tarih araştırmada gördüm ki Güney Azerbaycan, Kuzey Azerbaycan ve Irak Türkmenleri bir bütün parçalardı. Biz sizden bayatlardan başladık. Onların çok zengin atalar sözleri var. Ben tədqiqat aparmışım. 378 bayatı hərf hərflə eynidir. 378. Ve onlar bayatlarında atalar sözlerinden çok istifadə edirlər. Birinci diyeyim ki, bak atalar sözleri, elə atalar sözler var ki, onlar bizde yoktu. Onlarda daha güçlüdür. Mesela deyir ki, bize deyir bugün işini sabaha koyma. Niye? Onlar bunun cevabını da verirler eyni bayatıda. Bugün işini yarına koyma. Belki yarın sana yar olmadı. Görürsünüz ne güzel. Ve bayatılarında atalar sözlerini işledirler onlar. Her an, her münasebette. Nece dağlar, karşıda nece dağlar, yetim yanağı bilir gözyaşı nece dağlar. Bunların bayatsıdır. Bir daş atar, bir kireç bir daş atar. Terezin eğlende her gelen bir daş atar. Bizde deyirler bir ağaç yıkılmasın, yıkıldı. Baltalı da yürür, baltasız da. Ki bir şey koparsın. Ancak onlarda görün bunu nece güçlü değil. Terezin eğlende her gelen bir daş atar. O terezi eğildi gitti, daha onu düzeltmiyor olmaz. Biraz da her gelen at. Onların bir yaxşı dastanları var. Arzu Gamber dastanı. O kadın meclislerinde bugün de okunur. Danışırlar kadınlar bunu. Arzu Gamber dastanı bizde de meşhur olup vaktiyle en ilk dastanlardandı bu. En ilk. Bizim Bakı varyantı var. Şamaxı varyantı var. Gence varyantı var. Naxçıvan varyantı var. Ancak bizde daha güçlü dastanlar əmələ geldiğine göre o ikinci plana geçti. Ve ondan yalnız kadınlar istifadə edirlər indinin özünde. En başarılı işte o. O Arzu Gamber dastanı adlanır. İndi gör Arzu Gamber dastanı ilə bağlı necə bir bayatı yaranıb. Arzular gider. Gamber arzular gider. Bəsləmə yad ördəyin, vətən arzular gider. Bu da onların demək bayatsıdır ki, ben sizin nəzərinizə çatdırırım. Yani bunlarda bayatılar her an işlenen, her adımda, hayatın her tarafında işlenen bir şeydir. Onların çok güçlü toy meclisleri, yas meclisleri,
toy məclislərindən çox istifadə eləməliyik biz özümüzdə. Çox, o qədər rəngarəng, o qədər rəngarəng anları olur ki toy məclisin. Adam hiss edir ki bu toydur. Məsələn, həriyə getmək üçün gedirlər qadınlar, danışırlar, ne deyirlər. Sonra deyirlər ki, biz bilmərik, kişilər bilər. O demək ki, gəlin. Gedirlər, kişilər gedəndən sonra məsələ həll olunur. Mən deyim ki, bu məsələ elə bizdə də bu formada burası belədir. Bilirsiniz, qadınlar hər şeyi həll edir, sonra kişilər gedirlər. Necə? Devlət başçıları ki, gedirlər imza atırlar. Ancaq hazırlıq nə qədər gedir əvvəlcədən. Burada isə qadınlar bunu həll edirlər, kişilər gedir xeyir dua vermək üçün, imza atmaq üçün. Belədir. Onlarda da bu belədir. Ancaq onlarda şərbət gecəsi var. Bunun son gecə var. Bunun hamısı hamama getmək var. Hamısı böyük mərhələlərdir ki, görürsən ki, toya bir yaraşıqlı verir. Unudulmaz, yaddan çıxmaz bir yaraşıqlı verir. Biraz orada yaxşı olmayan da var. Görürsən gəlin gələndə başına meyvə atırlar, pul atırlar, dəmir pul atırlar. Bu da var ki, ayağı ruzu olsun. Bunu da eləyirlər. Ancaq qalanları o güzgü tutmaq, ağ paltar giyməyi planı bunun hamısı bizdə olduğu kimidir. Yəni fərq o qədər də böyük deyil. Çünki bir xalqıq, eyni xalqıq. Onlar bizdən ayrı deyirlər və özləri bunu deyir. Onlar həmişə deyirlər, yazırlar ki, biz bir xalqın bütövüyük. Bir parçalanmış xalqın bütövüyük. Bunlar bizə həddən artıq ümid bəsləyirlər. Bizim dağlar kendimizi kardeş yatıldır yatayım da yatayım da yatayım. Orada bir gün yatırım var. Orada bir gün yatırım var. Kararını satayım da Bizim dağlar kendimizi yatızdırır ətəyində. Orada min çiçəyətli var hər arının pətəyində. Kəhlikdi mi səhti qoşam?
Qaqqıldaşa qaqqıldaşa parmaqlarım döndü daşa tüfəngimin tətiğində bizim ağlar kəndimizi yatızdırır ətəyində. Sağ ol, sağ ol. O belə gəndər həysrət oldu payım. Ənvər həysrət oldu payım. Qardaş öpücüdəyim, ayırım, ayırım. Bak yüreğimi soruşmayın, yüreğimi soruşmayın. Kalsı olan kayın, bırak kayın, bırak kayın. Son 50'ine kadar eruz vəznində olan şeirlər, qəsidələr, qəzəllər üstünlük təşkil edirdi. Lakin eyni vaxtda orada gözəl heycə vəznində olan şeirlər, nümunələr həddən artıq çoxdur və mən onların yarattığı poeziya nümunələrini 2 kitapta burada toplayıp 2 kitapta nəşr ettirmişim. Her bir kitabın her biri 664 sayfadır. Her ikisi böyle. Yani edebiyat çok inkişaf ediyor. Hatta geçen asrın 50'ci illerinden onlarda serbest şehirde inkişaf etmeye başladı. Şimdi serbest vəzində yazan şairləri də, serbestdə yazan şairləri də çoxdur. Mən deyim sizə. Daha da üstünlük təşkil edir. 2023-cü il 12 iyunda Milli Akademiyamızın Riyaset Heyətində İraq Türkmen Araştırmaları Əlaqələndirmə Şurası yaradıldı. Şuranın sədri oldu Akademik Temur Kərimli ve hem sədri oldu bendeniz yani mən. Ve ondan sonra bizim status formasını aldı gördüğümüz işler. Böyle işler görülmeye başladı. Ne oldu? Bu saat Akademinin prezidenti Akademik İsa Beyli'nin teşebbüsü ve Irak Türkmenlerinden Şemseddin Küzetçi'nin doktor teşebbüsüyle Akademiyanın Milli Kitaphanası, Akademiyanın Merkezi Kitaphanası'nda Irak Türkmen bölümü yaratıldı. Bu büyük işti. Sonra Akademiyanın Edebiyat Enstitüsü yine de alimimiz, görkemli alimimiz İsa Beyli'nin teşebbüsüyle ve Muhtar İmanov onda bizde Folklorist'in direktörüydü değil. Onların teşebbüsüyle ikincisinin bir yerde Ata Terzibaşı'nın 100 yıllığına böyle bir beynelhak konferans geçirildi. O konferansa 100'den artık Kerkük'ten, Irak'tan ve dünyanın muhtelif ülkelerinde yaşayan yazıcılar, şairler, alimler, matbuat işçileri, radyo, televizya
nümayəndələri gəlib 100-dən artıq. Siz təsəvvür edin. Bax, bu da bizim gördüyümüz işləndi. Sonra ədəbiyyat üstündə o qədər əlaqələr genişləndi ki, gəldi mühazirələr oxudu, yaxşı Azərbaycanla bağlı çox böyük məqalələr çıxdı. Şəmsəddin Küzəkini ədəbiyyat üstünə mənim rekomendasiyamla o ədəbiyyat üstü fəxri doktor seçildi. Ona qədər yalnız Bakı Dövlət Universitetində Əbdüllatif Bəndəroğlu fəxri doktor seçilmişdi. Yəni münasibətlər o qədər yaxınlaşıb ki, mən ona görə yazıram ki, ayrılığın sonu. Bu bütün münasibətlər ona gətirib çıxarır. Mən 15 bənddən ibarət təkliflərimi verdim və mənim əmim kitabımda da bu gedir. O bəndin biri də Kərkükdə Azərbaycan konsolunun açılmasıdır. Çünki inşallah bu olacaq, olmalıdır. Çünki münasibətlərimiz o qədər yaxşılaşıb. Onların musiqişünasları bura gəldilər. Bizim nümayəndə heyətimiz 1994-cü ildə Füzulinin 500 illiyinə ulu öndərimiz baxmayaraq ki, xəzinədə pul, 94-cü ildən danışıram, xəzinədə pul, dəyirmanda un, tabaqda çörək olmayan bir vaxtda ulu öndərimiz 128 nəfərdən ibarət nümayəndə heyətini Füzulinin 500 illiyinə göndərdi. Və həmən il noyabrın 2-sində ulu öndərimiz öz səyyarəsində bizi Ankara'ya apardı Füzulinin 500 illiyi münasibəti ilə. Orada da keçirildi. Siz baxın ki, buna böyük bir işdir ki, buna diqqət verildi. Sonra burada İraq səfirliyi bağlanmaq təhlükəsi var idi. Niyə? Çünki İraqı qərb ölkələri əldən artıq blokada almışdılar. Nə neftlərini sata bilirdilər, heç də eləyə bilmirdilər. Niyə eləmişdilər? İraq milli nefti milliləşdirmişdi. Bu nefti milliləşdirəndə qərb ölkələri başqa ölkələrə görk olsun deyə İraqı çox pis vəziyyətə saldılar. Hətta burada silah var, nüvə silahı var falan. Bu bəhanə ilə hücum elədilər ölkəyə, dağıttılar. Hələ də ölkə düzəlmir. O cümlədən də İraq türkmənləri çox böyük çətinlik çəkdilər. Mən bir şey də deyim ki, Çi xalqın faciəsi böyük olur. Onlara 1970-ci ildə muxtariyyət verildi, azadlıq verildi. Öz dillərində oxusunlar. Başladılar öz dillərində oxumağa. Bir daha dedilər ki, bu ölkədə dövlət dili ərəb dilidir. Bunlar öz dillərində oxuyub, sonra harada gedib oxuyacaqlar? Hansı universitetə gedəcəklər? Hansı idarədə iş tapıb işləyəcəklər? Ona görə qayıtdılar ərəb dilinə. Bizdə də çox böyük etnoslar var. Çox böyük. Ancaq görürsünüz, bir dənə bizim dilimiz var, Azərbaycan dili. Ona görə də heç kim işlənə demir. Çünki bir devletdir, bir devletin de demək bir dənə rəsmi dili var. Ona görə o dildə oxuyurlar. O başqa etnoslara böyük imkanlar verilir. Öz dillərində qəzetdə çıxardırlar, radyolarda var. Bunlar hamısı onlarda da var. Belə şeylər var. Və İraqda da bu var. Onların televiziyası var. Onların radyosu var. Onların qəzetləri, jurnalları çıxır öz dillərində. Yəni bunlar hamısı verilib və onlar ondan uğurla istifadə edirlər. Onlardan biz nə qədər kitablar burada çap eləmişik. Sayı hesabı yoxdur. Onların bütün folklor üzrü nələri var çap olunub burada. Atalar sözlərdə, lətifələrdə, tammacalarda, onların nağılları da, hətta antologiya buraxmışam mən. 90-cı təkrar buraxdı. Çünki alındı, cemaat tələb edirdi. 2009-da Təzət Bəndəroğlu'na biz buraxdıq. Azərbaycan folkloru antologiyası İraq Türkmen cildi. Azərbaycan folkloru antologiyası İraq Türkmen cildi. Yəni münasibətlər o qədər yaxınlaşıb ki və onlar bu saat Azərbaycanı görmədən onların 3 şairi poema yazmışdı Azərbaycan, dastan.
Belə deyirdilər. Fövzi Əkrəm, sonra Faruk Köprülü, bir də Sabir Dəmirçi. İndi mən istəyirəm Faruk Köprülüdən bir-iki dənə bayatı deyib. Dağların sırası bir, qaşların arası bir, Qarabağla Kərkükün dərdi bir, belası bir. Resul Rıza Pınar'dı, ışık saçıp yanardı. Nur evinden bir nur koptu, o da Edip Anar'dı. Bakıda var bir nefer, her yazısı bir zafer. Folklor dünyamızın anahtarı Gazanfer. Azerbaycan'a gelmeden, Azerbaycan'ı görmeden bak bayımlar yazdılar. Ancak ben indi hemen o Irak Türkmen, Azerbaycan Irak Türkmen Allah belgelerinde bütün onların şairlerine, yazıcılarına, folklorşünaslarına yer vermişim. Atatürk başına xüsusi bir ben Kərkük folklorunun Atatürk başı mərhələsi. Yani bu da bu kitapta hamısı yerini alıb ve kitap çok beğenilip ona göre de yəqin o kitap Kərkük'te de çap olunacaq ve benim bir planımla hazırlamışıq. Onu da deyim ki, biləsiniz bu sizin biraz veriliş başka cürdü ancak bunların özü çok vacipdir. Demək Azərbaycanda İraq Türkmenlərlə bağlı akademik İshak Bəyli mənim 4 kitabıma ön söz yazıb. İraq Türkmenləri hakkında bıraktığım kitaplara. Yani monografiyalarıma o 4 kitabıma ön söz yazıb. 2 tane de Azerbaycan'da çap olunan Azerbaycan'la bağlı kitabıma ki, mesela Xiraskarlar kitabıma, Ulu Önder'le Möhtərəm Prezidentimiz hakkında benim kitabım var. O kitaba akademik Həbibəyli ön söz yazıb, çok büyük samballı, Xilaskardan Xilaskara. Sonra benim Hüseyin Kürdoğlu hakkında, bu birinci eserdir Hüseyin Kürdoğlu hakkında yazılır, monografiya. Hüseyin Kürdoğlu'nun poetik dünyası. Benim o eserime ön söz yazıb. Ve ben indi ne inirəm? Mətbuatda da bu günlerde çıxacaq mənim məqaləm. Demək, İsa Həbibəyinin 4 məqaləsi. Mənim Nəsimi edəmdən sonraki həyat kitabıma 22 səhifədən ibarət akademik Rafail Hüseynov ön söz yazıb. Dilimsən, bu Nəsir Nərbilin şeiridir. Dilimsən, danıştığım dilimsən, Kərküm sen Bakı'dan ayrılmış bir dilimsən. Yani işler gedir ve beni bir verilişe davet ettiğinize göre Samir, ben çok teşekkür ediyorum. Allah korusun sizi. Ne yaxşı ki bizim milli mənəvi değerlerimize fikir verirsiniz ve benim bura gelməyim de onunla bağlıdır. Çok sağ olun. Budur yine geldi sultanın obru. Budur yine geldi sultanın obru. Çarşambalar kesti, tuğbalar kesti, kesti ben neyini. Gel gönül günden hayal eyle. Deli gönül günden hayal eyle. Bir cefanın serimde sevdalar geçti,
Ben sana ne diyeyim ey şahı şönderim, apardın evlimi bir çeşmi kumar ben değilim. Gönlüme olmadı bir münasip yer, gönlüme olmadı bir münasip yer. Meleykeler geçti, sudalar geçti, ben değilim. Al gel bu gam beni bürüdü, al gel bu gam beni bürüdü. Eğdim yaşı sensin oldu, yürüdü ben değilim. Yazık canım gurbet elde çürüdü. Yazık canım gurbet elde çürüdü.